Hello everyone, herkese salam. Bugün sizlerle beraber biz yeni de birinci sınıflar için olan İngiliz Dili Canvas dersiyle devam edeceğiz. Unit 7, Lesson 6, Page 25. Bölme 7, ders 6, sayfa 25. 25-ci səhifədə bizə belə bir tapşırıq verilibdir. Biz burada olan məktəb ləvazimatlarını bu şəkildə tapmalıyıq. Daha sonra isə ingiliscə cümlə qurmaqla söyləməliyik. Bu zaman biz Zeri-Sera'nın qaydasından istifadə edə bilərik. Keçən dərsimizdə biz Zeri-Sera'nın təsdiq forması ilə tanış olmuşduq. Bu dərsimizdə isə biz Zeri-Sera'nın inkar, sual və cavab formaları ilə tanış olacağıq. İlk öncə onu demək istəyirəm ki, Zeri-Sera vardır deməkdir. Yəni cümlədə Zeri-Sera varsa, biz onu vardır kimi tərcümə etməliyik. Keçən dərsimizdə də bunu qeyd etmişdim, bu dərsimizdə də deyim. Demək, Zeri ilə Zeranın fərqi birinin tək, birinin isə cəm olmasıdır. Yəni Zeri təkdədir, Zera isə cəmdədir. Biz cümlə qurarkən bunlara fikir verməliyik. Yəni ilk öncə Zeridən başlayaq. Demək, Zerizin təsdiq formasına aid mən belə bir nümunə yazmışam. Gəlin oxuyaq. There is a pen on the desk. Mənası, partanın üzərində bir qələm var. Baxın, mən nə üçün bunu, yəni bu cümləni düzünə oxuyub tərsinə tərcümə elədim? Çünki, baxın, mən bunu düzünə oxuyub düzünə tərcümə eləsəm, bu cümlə bu formada olacaq. Var bir qələm üzərində partanın. Axı, belə cümlə olmur. Buna görə də biz bu cümləni, yəni Zeri-Sera'nın qaydasında olan bütün cümlələri biz düzünə oxuyub tərsinə tərcümə eləyirik. Mənası oldu, partanın üzərində bir qələm var. Biz burada olan Zerizi qısaltmış formada da yaza bilərik. Bu isə bu formada olacaq. There is a pen on the desk. Bu zaman deyiliş və tərcümə dəyişmir. Yazılış sadəcə fərqli olur. Baxın, burada Zeri iz ayrı yazılır Z-dən. Burada isə i ixtisar olunur və i-nin yerinə apostrof işarəsi qoyulur. Zerizin sual cümləsini düzəltmək üçün isə iz əvvələ keçir. Yəni izlə z yerlərini dəyişdirir. Qalan cümlənin davamı isə eyni formada yazılır. Cümlə bu formada olacaq. Is there a pen on the desk? Partanın üzərində bir qələm var. Zerizin inkar formasını düzəltmək üçün biz not hissəciyindən istifadə etməliyik. There is, sonra not, sonra isə cümlənin davamını gətirərək cümləmizi tamamlaya bilərik. There is not a pen on the desk. Mənası, partanın üzərində bir qələm yoxdur. Biz burada olan notu qısaltılmış şəkildə də yaza bilərik. Bu isə bu formada olacaq. There isn't a pen on the desk. Bu zaman bu isn't kimi tələffüz olunacaq. İndi isə keçək Zera'ya. Demək, Zera'nın təsdiq formasına aid mən belə bir nümunə yazmışam. Gəlin oxuyaq. There are 3 notebooks on the desk. Mənası, partanın üzərində 3 dəftər var. Demək, bu Zera cəmdə olduğu üçün burada notebook sözünün sonuna s səkirdisi əlavə edirik. Zerizdə olduğu kimi Zera'da da həmçinin qısaltmış formada yaza bilərik. There are 3 notebooks on the desk. Mənası eyni şəkildə olacaq. Partanın üzərində 3 dəftər var. Demək, biz bunu qısaltmış formada yazdıqda Z-ni yazırıq. Daha sonra apostrof qoyub R yazırıq. Yəni, A-nı ixtisar eləyirik. İndi isə keçək Zera'nın sual formasına. Demək, Zera'nın sual formasında da həmçinin Zerizdə olduğu kimi Zera ilə are yerlərini dəyişdirir. Yəni, are əvvələ keçir. Cümləmiz bu formada olacaq. Are there 3 notebooks on the desk? Partanın üzərində 3 dəftər var. Zerizin inkar formasında olduğu kimi, Zera'nın inkar formasında da həmçinin Zera'dan sonra not hissəciyi əlavə olunur. Daha sonra isə cümlənin davamı yazılır. Cümlə bu formada olacaq. There are not 3 notebooks on the desk. Mənası, partanın üzərində 3 dəftər yoxdur. Demək, biz burada bunun notu qısalda da bilərik bu formada. There aren't 3 notebooks on the desk. Mənası, yəni də həmçinin partanın üzərində 3 dəftər yoxdur. Demək, bu zaman isə
Are not yox, aren't kimi tələffüz olunur. Isn't, aren't. Are-nı yazırıq. N-dan sonra apostrof işarəsi qoyub T hərfini yazırıq. Biz zeriz və zeranın sual formalarını öyrəndik. İndi isə cavab formalarını öyrənəcəyik. Tutalım ki, bizə belə bir sual verirlər. Is there a book on the desk? Partanın üzərində bir kitab var. Əgər ki, partanın üzərində bir kitab varsa, biz burada yes, there is cavabını verəcəyik. Əgər yoxdursa, no, there is not cavabını verəcəyik. Bizə nə ilə sual verirlərsə, onunla da cavab verməliyik. Yəni, zerizlə sual verirlərsə, zerizlə də cavab verməliyik. Zera ilə sual verirlərsə, zera ilə də cavab verməliyik. Bunlar zeriz-zeranın qısa cavab formaları idi. İndi isə gəlin, zeriz-zeranın uzun cavab formaları ilə tanış olaq. Bunun üçün biz zeriz-zeranın təsdiq və inkar formalarından istifadə edəcəyik. Məsələn, bizə belə bir sual verirlər. Are there 4 books on the desk? Partanın üzərində 4 kitab var. Əgər ki, partanın üzərində 4 kitab varsa, biz belə bir cavab veririk. Yes, there are 4 books on the desk. Baxın, birinci olaraq yes dedim, daha sonrası təsdiq formasını gətirdim. Əgər ki, yoxdursa, mən o zaman no, sonrası inkar formasını deyirəm. No, there aren't 4 books on the desk. Xeyr, partanın üzərində 4 kitab yoxdur. İndi isə keçək kitabımıza. Demək, birinci şəklimizdə bizə qələm şəkli verilibdir. İndi isə qələm nədir? Pen. İndi isə sual verək. Is there a pen on the classroom? Mənası, sinifdə bir qələm var. Burada bu şəkildə bir dənə qələm göstərdiyi üçün bizdə is there-dən istifadə etdik, yəni zerizdən. Əgər ki, varsa, biz necə deyirik? Yes, there is. Əgər yoxdursa, no, there is not. İndi şəklə baxırıq ki, qələm var, bəli, var. Buradadır. Ona görə də biz yes, there is cavabını veririk. Və yaxud da uzun cavab olaraq belə cavab veririk. Yes, there is a pen on the classroom. Bəli, sinifdə bir qələm var. Növbəti şəklimiz dəftər şəklidir. İndi isə dəftər nə deməkdir? Notebook. İndi isə cümləmizi quraq. Is there a notebook on the classroom? Sinifdə dəftər var. Baxırıq ki, bəli, sinifdə dəftər var. Ona görə də cavabımız olacaq yes, there is. Əgər olmasaydı, cavabımız olacaqdı no, there is not. Biz bunu uzun cavab olaraq da deyə bilərik. Necə deyirik? Yes, there is a notebook on the classroom. Bəli, sinifdə dəftər var. Digər məktəb ləvazimatlarına da aid bu formada sual verib cavablandıra bilərik. Sağ olun, gələn dərslərdə görüşmək ümidi ilə. Goodbye.